Narlı salatları o qədər sevirəm ki, bu dəfə də çuğundur salatına nar əlavə etdim. İnanın o qədər ləzzətli alındı ki, mütləq izləyicilərimlə də paylaşacağam dedim. Əvvəlcə çuğundurları qaynadıb mütləq tam soyutmaq lazımdır. Tam soyuduğuna əmin olduqdan sonra qabıqlarını soyuruq, sürtkəcin iri gözündən keçirdirik. Bura ağız dadına, zövqə görə bir diş kiçik sarımsağı da sürtkəcidən keçirdib üzərinə 2 orta boy nar, 100 qram doğranmış qoz ləpəsi, duz, qara istiot və bir də mayonez əlavə edib salatımızı yaxşı-yaxşı qarışdırırıq. Onu da qeyd edim ki, çuğundurları mütləq tam soyduqdan sonra sürtkəcidən keçirdin, qaynar halda keçirsəniz, onda salatınızı sulandıra bilər. Yaxşı-yaxşı bunları qarışdırdıqdan sonra artıq zövqə görə, istəyə görə dekor edib süfrəyə verə bilərsiniz. Mən də salata bu cür sadə bir görünüş verdim. İnanın o qədər ləzzətli alındı ki, nar bu salata daha da ləzzət qatmış oldu. Mütləq hazırlamağınızı tövsiyə edirəm. Göz haqqınızı halal edin, hələlik.